Buraxılış imtahanı nömrə 33. Buyurun görün. 1. Düzdür. Biri silsilə də eləyə bilərsən, amma tək-tək toplaya da bilərsən. Sizin üçün salamatı tək-tək toplamaqdır. Silsilə falan yazıb beyninizi qarışdırmayın uşaqlar. 2. Düzdürmü? Gəlin 2-yə baxaq uşaqlar. Bunu o qədər soruşurlar ki. Baxın, 16 tanış ədəddir. 2 üstü 4'dür. 16 2 üstü 4'dür deyə bu üstündəki 4'ü neynəmək olar? Qarşıya vermək olar. Onda olacaq 4 elgə 5. Üstə gəlsin 4 elgə 2. 4'ü çıxartdım. Nə qaldı yerində? Elgə 5 üstə gəlsin elgə 2. Elgə 5 ilə elgə 2 toplayanda vururuq deyə elgə 10 verəcək. Elgə 10'un qiyməti də 1'dir. Sən demə cavab nəymiş? 4'üymüş. Aydın oldu? Sonra 3-cü sual düzdür. 4-cü sual düzdürmü? Bu da düz olar. 5-ci sual düz olar. 6-cı sual 6 da düz olar. 7-ci sual dəqiq düzdür. Əhsən sizə. 8-ci sual. Bu nə sualda yallar? 9-cu sual. 9. Baxaq uşaqlar, burada faizət var. Bu nəsə bizə aid olmayan şeylərdir. Bir, uzunluğu 260 metr olan borunu 2 hissəyə böldülər. Birinci hissənin uzunluğunun 24%. Uşaqlar, birinci hissə tutaq ki A-dır, ikinci hissə də B-dir. Mənə deyir ki, birincisinin 24%, ikincisinin neçə faizidir? 54%-dir. Buradan bu yüzlər gedər, rastsız. 24 ilə 54 6-ya gedəndə 4A bərabər qaldı 9B'yə. Demək ki, A'mız 9K'ymış. B'miz də nəymiş? 4K. İndi bu A və B 260'ın bölündüyü hissələrdir. Demək ki, onda bunların toplamı bizə 260'ı verməlidir. 13K bərabər 260. K nəyə bərabər oldu? 20'yə. Demək ki, A neçəymiş onda? 180. B neçəymiş? 80. K'nın yerinə 20 qoydum da. Məndən də istədiyi böyük hissənin uzunluğudur. Cavabımız oldu C bəndi. Aydın oldu? Sonra 10-cu sual. Tetraedr neçə tili var idi? 6. İndi 6 dənə tili var idisə, yazacaqsınız 6A bərabərdir 24. Onda A özü nəyə bərabər oldu? 4'ə. 11 düz yazmışıq. 12 düz yazmışıq. 12'ni yazmamışıq. Baxaq bura. 12-ci sual. Deyir ki, A-nın hansı natural qiymətində kompleks ədədi ilə qoşmasının hasili 90 olar. Bu kompleks ədədin özü A çıxılsın 4 üstə gəlinsin, A üstə gəl 2 idi. Qoşması nədir bəs? A çıx 4 çıxılsın, A üstə gəl 2 vur idi. Nəyə bərabər oldu deyir? 90'a. İndi bu ikisinin müxtəsər vurma düsturu əmələ gətirdiyi görünürmü? Bəli. Onda yazmalısan ki, birincisinin kvadratı çıxılsın ikincisinin kvadratı vurulsun i kvadratı. Bərabərdir nəyə? 90'a. I kvadratın mənfi 1 olduğunu nəzərə alsaz, olacaq A çıx 4'ün kvadratı üstə gəlinsin. A üstə gəl 2'nin kvadratı bərabərdir nəyə? 90'a. Buradan da A'nın qiyməti görünürmü? 7. 7 olmuş olsa 9 üstə gəlsin 81. Demək ki, A nəyə bərabər imiş? 7'yə. Çatdı mı? Tamam. 13 düz yazmışıq. Vaynatları bir-bir gətirib yerinə qoyacaqsınız. 14. Baxaq 14'ə. Maşallah bütün sınaqlarda olan trigonometrik tənlikləri soruşursunuz. Yaxşı edirsiniz. Şöyle bu 8'i necə parçalayayım? 4 vur 2. Niyə 4 vur 2 şəklində parçaladım? Çünki 2 sinus x, kosinus x bizə sinus 2 alfa düsturunu verəcək. Onda yazıram 4 vurulsun sinus 2x, kosinus 2x, bir də kosinus 4x bərabərdir 1. Yenə bu qarşıdakı 4'ü 2 vur 2 şəklində parçalayıram. Məqsəd nədir uşaqlar? Yenə düstur yaransın. 2 sinus 2x ilə kosinus 2x bizə
Sinüs 4x'i verir. Vurulsun kosinüs 4x bərabərdir 1. Bəs bunların hasili bizə verdi sinüs 8x'i. İndi sinüs 8x bərabər 1-dirsə yazmalısınız 8x bərabərdir. 1-i harda alır? 90-da pi bölü 2-də üstəgəlsin 2 pi k. Buradan da x bərabərdir. Hamısını 8-ə bölsəz pi bölək 16 üstəgəlsin pi k bölək 4. İndi uşaqlar, mən k-nın yerinə 0 qoysam, x-imiz nəyə bərabər olacaq? Pi bölünsün 16-ya. Düşürün bu aralığa, 0 pi bölü 2 aralığına düşür. K-nın yerinə 1 qoysam, x-imiz olacaq pi bölü 16 üstəgəlsin pi bölü 4. Bu pi bölü 4'ü də 4 pi bölü 16 kimi düşünün. Pi bölü 16 ilə 4 pi bölü 16 cəmi 5 pi bölünsün 16'nı verəcək. Bu da düşür aralığa. Amma k-nın yerinə 2 qoyduğum halda 0 pi bölü 2'dən kənara çıxacaq. İndi bu aralıqda neçə kök oldu? 2 dənə kök oldu. Say bərabərmiş 2. Aydındır mı? Aydındır. Davam edirik. 15 düzdürmü? 16 düzdürmü? 15 düz olar, 16 da düz olar. 17. 17 də düz olmalıdır. 17-də nə edir uşaqlar? Mənfi loqaritma 2-dən 3x çıx 1'i keçirin digər tərəfə. Orta toplama olacaq. Toplama deyə bunları vurma ilə yazacaqsınız. 18. 19. Yəni 19 izah edeyim uşaqlar. Uşaqlar, həcm düsturu necə idi? Paripedin həcm düsturu. A, B, S. Böyük hərflərini yazdım, çünki şərtdə böyüklə veribdir. İndi bu həcm düsturu 2 vurulsun, A kubu çıx 54 isə, yazıram 2 vurulsun. A-nı elə ki, 2-ni çıxardıram ötəzi xaricinə. Qalır A kubu çıxaq 27. Bunu bir də açın. 2 vurulsun, A çıx 3. Bir də A kvadrat üstəgəlsin 3A üstəgəlsin 9. İndi şərtdə hündürlüyünü 2 verib. Hündürlüyü 2 veribdirsə, C bərabərdir 2 yazacaqsınız. Adətən hündürlüyə C deyirik. Sonra N-ni A veribdir. Yəni, böyük A-nı veribdir. Böyük A bərabərdir A çıx 3. Onda mən məcburam ki, B-yə nəyi yazım uşaqlar? B-yə yazım A kvadrat üstəgəl 3A üstəgəlsin 9-u. İndi uşaqlar, paripedin tam səthinin sahəsi düsturunu yazmalısınız. O S tam nəyə bərabər idi? S tam bərabər idi. 2 dənə AB üstəgəlsin 2 dənə AC üstəgəlsin 2 dənə BC. Verilənləri də gətirib yerinə qoysaz. 2 vurulsun AB. A ilə B-ni bir-birinə vuranda mənə verir A kubu çıx 27-ni. Üstəgəlsin 2 vur. A ilə C-ni bir-birinə vuranda 2A çıx 6-nı verir. Üstəgəl 2 vurulsun. B ilə C-ni bir-birinə vuranda 2A kvadrat üstəgəl 6A üstəgəlsin 18-i verir. İndi qaldı bunu vurub açmaq. Gözlədim ki, müəllim gəlsin, vursun, açsın bunu. Çıx 54, üstəgəl 4A, çıx 12, üstəgəl 4A kvadratı, üstəgəl 12A, üstəgəlsin 36. Bunu bir dəfə də sadələşdirsəz, 2A-nın kubu, sonra üstəgəl 4A-nın kvadratı, üstəgəlsin 16A, bir də mənfi 66, üstəgəl 36, çıxılsın 30. Bax, cavabımız budur. Yoxlayanda da yəqin gördünüz. Yox, alınır, normal cavabdır. 20, düz yazmışıq. 20-yə baxaq. Deməli, uşaqlar, çevrəsinə aid olar deyir. Bu nöqtə bu çevrəyə aid olsun deyirsə, gəlin bu çevrəni əvvəlcə çevrə tənlik halına gətirək. Bunun üçün görün nə edirəm? X kvadrat çıxılsın, 4N-x üstəgəlsin, 4N-in kvadratı yazıram. Həmçinin Y kvadrat çıx, 6N-Y üstəgəlsin, 9N-in kvadratı yazıram. Mən nə iş gördüm aşağılar? 13N kvadratını 4N kvadrat və 9N kvadrat şəklində parçaladım.
və x n hissəsi ilə birləşdirdim. Bir də bu hissə ilə. Nə verdi bu bizə? X çıx 2n kvadratını. Y n hissəsi də y çıxılsın 3n kvadratını verdi. Bərabərdir 25. İndi mənə deyir ki, A nöqtəsi bu çevrəyə aid olar. Onda A nöqtəsinin koordinatları bu tənliyi ödəməlidir. Gətirib yerinə qoysam, x-in yerinə nə qoyuram aşağılar? 2n üstəgəl 3. Çıxılsın 2n var özündə. Y-in yerinə nə qoyuram? 3n çıx 4, bir də çıxılsın 3n. Bərabərdir 25. İndi buradan bu 2n'lər getdi. Qaldı 3'ün kvadratı 9. Buradan da 3n'lər getdi. Qaldı mənfi 4'ün kvadratı 16. Şala fikir versizmi? 9 üstəgə 16 neçə verir? 25. 25 bərabər 25. Yəni həmişə ödənilir. Onda belə çıxır ki, cavab nəymiş? N'in istənilən qiymətində. O çevrə, o nöqtə o çevrəyə aiddir. O nə deməkdir? N2 olsaydı elə N'i soruşur da. Çünki cümlə gör necə başlayır? N parametrin hansı qiyməti? Bax, burada. İndi N'lər getdi. Ədəd bərabər ədəd alındı. Hə, bunda olacaq həmişə. Əgər burada getməsəydi, N'li bir şey qalsaydı, onda onu hesablayıb tapmalıydı. Sonra 21. Düz yazmışıq. X'i 20 tapırsan, 20'nin 28 olur biri. 1680. 560'ı. Bax, bir dənə qulaq az. Bura x dedim, bura nə qədər oldu onda? X üstəgənsin 8. Onda bura x'dir, bura x üstəgənsin 8'dir. X vurulsun 3x üstəgə 16, yox. 3x üstəgə 16 nəyə bərabər oldu? 76'ya. 3x 60'dır deyə x tapıldı 20. Yəni bir çərçivənin ölçüsü 20'nin 28'əymiş. 20'nin 28'ədirsə onda sahəsi nə qədər oldu? 560. Bu da 560'dır. Bu da 560'dır. Çatdı? Sahəsi 3 dənə 560, 1680. Tamam. 22. Düz yazmışıq. Hamı düz yazıb? Hamı. İnanmıram. Baxaq. Deyir ki, S nöqtəsindən çevrəyə SA və CD toxunanları çəkilmişdir. BD diametrdir, ACD 60'dır. BD-ni 12 veribdirsə, onda bu necə bölünər aşağılar? 6, 6. İndi uşaqlar, S bucağı 60'dır deyə bu AD qövsü nə qədər olurdu? 120. Çünki bunların cəmi bizə 180 verməlidir. AD qövsü 120'dirsə, B bucağına qalan 60. İndi mən A ilə D-ni birləşdirsəm, A bucağı olacaq 90. Çünki diametrə söykənən daxilə çəkilmiş bucaqdır. Bura 90, bura 60'dırsa, D bucağına qalacaq 30. İndi 30, 60, 93 bucağına baxıram. 90'ın qarşısı 12'dirsə, 30'un da qarşısı olacaq 6. Məndən AB-ni soruşurdu. Cavab oldu 6. Növbəti gəlir 23. Düz yaza bilmişsiniz? Yenə də təbii ki, nə inəmirəm? İnanmıram. Baxaq bura uşaqlar. Deyir, ABCD 4 bucaqlısında AB verilib kök altında 73. Bura yazıram, kökdə 73. BC-ni bizə 5 veriblər. BC-yə 5 yazdım. CD 2 dənə AD-dir. Onda mən AD-yə x desəm, CD hissəsi olacaq 2x. Bu ipetonuz da A olsun. Fikir verirsinizmi uşaqlar? İpetonuz həm ABD 3 bucağında, həm də BCD 3 bucağında ortaqdır. Onda belə çıxır ki, kökdə 73'ün kvadratı, yəni 73 üstəgəl x-in kvadratı bərabər imiş 25 üstəgəlinsin 4x-in kvadratına. Buradan 3x kvadrat bərabər oldu 48'ə. X-in kvadratı 16. X-in özü də nə oldu? 4 oldu. Məndən də elə bunu soruşur deyəsən. AD-nin uzunluğunu hesablayıb tapdıq 4. 24 düz yazmışsınız. Dəqiq düz yazmışsınız. Normal 30, 60, 93 bucağı yerinə qoyub hesablamaq olar. 25'ə baxaq.
Uşaqlar 25-ci sualda ilk işimiz nə olmalıdır? Tənliklər sistemi qurub x, y-i tapmaq. Yuxarıdan aşağı bu ikisinin cəmi 20-ni verməlidir. Həmçinin bu ikisinin cəmi 15-i verməlidir. X üstə gəl 4y bərabərdir 15. Uşaqlar bu tənliklər sistemini həll eləmək olar. İkincisini 2-yə vurub aşağıdan yuxarını çıxsaz 5y bərabərdir 10, y tapılacaq 2, x də tapılacaq 7. İndi y2-dirsə 6, x 7-dirsə 14. Burada da 8 ilə 7 alındı. İndi bura qədər gəldik. Sualın şərtini oxuyuram. İdman yarışlarında iştirak etmək üçün təsadüfən seçilmiş 2 idmançıdan birincisinin boyu 170 cm-dən böyük oğlan. Uşaqlar, ardıcıl seçim var burada. Birincisi, ikincisi dediyinə görə bir-bir say azalmalıdır. Xeyr, bir-bir say azalmalıdır. Ümumi neçə nəfərimiz var? 35. Birinci seçilənin 170-dən böyük oğlan olması. 170-dən böyük oğlan nədir? 8. Onda bunun ehtimalı olacaq 35-də 8. Vurulsun. İkincisini seçirəmsə, onda məxrəcə 34 yazmalısınız. Çünki bir-bir azalır. Biri seçildi, qoydu qırağa. İndi ikincisi də 170-dən kiçik qız olsun deyir. 170-dən kiçik qız da 14-dür. Burada yazıram 14. İxtisarlar eləsəm. Burada 14 ilə 35 gedər, 7-yə gedər. Burada qalar 2, burada qalar 5. Bu 2 ilə 34 də gedir, qalır 17. Məxrəc oldu 85. Sürətdə də 8. Cavabımız 85-də 8-miş. Aydın oldu mu? Tamam.